Nə qədər adamlar tanıyıram ki, 6 saat, 7 saat sosial şəbəkələrdə boş-boş vaxtlarını keçirirlər. Bir var ki, orada faydalı işlə məşğulsan. Hansısa bir fikri, hansısa bir liseyi təbliğ eləyirsən, məlumatlar bölüşürsən və ya da kimlərcənsə ünsiyyət edirsən də, zəruri ünsiyyət. Ancaq bir var ki, heç nə də mühüm işlər qalıb, dərsi oxumursan, nəsə təhlil eləyə bilərsən, sən onları eləmirsən, ancaq vaxtını orada keçirirsən. Bu cəmiyyətimizin faciəsidir. Bunlar bu dəqiqə cəmiyyətimizin böyük bəlasıdır və bizim sağlamlığımızı və vaxtımızı əlimizdən alır. Nə əldə eləmişəmsə onları kitaba borcluyam. Kitab sənə elə bir güc-qüvvət verir ki, o başqalarının zəifliyini sənə göstərir, uğur qazanmağın yollarını sənə öyrədir, öz zəifliyini göstərir, öz güclü tərəfini göstərir. Cəmiyyətdə necə yaşayasan, necə irəli gedəsən, necə uğur qazanasan, ən pis şəraiti öz xeyrinə necə dəyişəsən, mən bütün bunları hamısını kitablardan öyrənmişəm. Mənim qeyri-adi bir müəllimim olmuyor. Bizim ailədə bu mövzuları bilən və dərs verən hansısa bir şəxs olmuyor. Nə öyrənmişəmsə, ancaq bunları mən kitablardan öyrənmişəm. Kitab kimi müəllim yoxdur. Hətta müəllimlər belə, bizlər belə tövsiyə edirik ki, kitab oxu. Bizim biliyimiz belə kitabdandır. Yaxşı müəllim, pis müəllim. Fərqi nədir? Yaxşı müəllim daha çox kitab oxuyur, öz üzərində daha çox işləyir. Onun kitablar həqiqətən çox önəmlidir.